Mən Amalia Sezgin, Azərbaycan Dillər Universitetinin məzunuyam. Amma bununla bərabər 2022-2024-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və George Washington Universitetinin ikilik diplom proqramının təhsilini idarə etməsi ixtisası üzrə magistr dərəcəsini almışam və mart ayının əvvəllərindən Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tədris işləri üzrə direktor müavini təyin olmuşam. Kollecin özünün təbii ki, strateji inkişaf planı var və o plana uyğun olaraq da kollecin öz fəaliyyəti davam edir. Amma bununla yanaşı daha çox müəllimlərin peşəkar inkişafı və onların səriştəliliyinin artırılması baxımından müvafiq işlər də görülür. Amma bir sıra daha müasir tələblərə cavab verən layihələrdə iştirakını düşünürəm ki, müəllimlərin peşəkar inkişafı baxımından vacibdir. Eyni zamanda təbii ki, tələbələrin də sosial həyatını zənginləşdirmək və onların dünya görüşünü təkmilləşdirmək və inkişaf etdirmək baxımından da bir sıra belə deyək də layihələri düşünürük ki, burada icra edəcəyik. Təbii ki, bütöv kollektiv olaraq və öyrəndiyim beynəlxalq təşkilatlarda, beynəlxalq məktəbdə üstün təcrübələri də bura uyğun şəkildə onların da adaptə olunmasına çalışacağıq inşallah.